Herkese salam dostlar. Mən Ayxan, yəni bildiyiniz üzrə Şeyx. Uzun bir müddətdən, uzun bir aradan sonra nəhayət geri döndüm və mənə ən çox verilən suallardan biri olan niyə yox idim? Yəni dərslərimlə, işlərimlə bağlı yox idim. Həvəs düşüşü yaşamışdım. Onunla bağlı yeni güncəlləmələr gəlirdi. Yükləmək çətinləşirdi. Mən də həvəsdən düşürdüm. Hər dəfə yeni həll tapırdım. Həlli tapırdım. Sabahsı günü yeni güncəlləmə çıxırdı və mən də həvəsdən düşürdüm. Onun üçün oyunu buraxmışdım. Və nəhayət çox saylı istəkləri nəzərə alaraq yenidən geri döndüm. Və bu kez sizə GTA San Andreas Azərbaycan modunun yüklənmə qaydasını göstərəcəm. İlk öncə Play Marketə daxil oluruq. Bizə lazım olacaq proqramlar var. Burada axtarış bölməsinə daxil oluruq. Buradan birinci GPUZ tətbiqini axtarışa veririk. GPUZ yüklə deyirik. Və sonradan ikinci tətbiqimiz olan Zartver tətbiqi. Bu arada uşaqlar, yəni sizə bildirim ki, videoya sona kimi baxmağınız məsləhətdir, ötürmədən, ara vermədən. Yəni baxmağınız məsləhətdir. Məsələn, video 1 dəqiqədirsə, 2-ci dəqiqədən başlamayın ya da ötürüb 2-ci dəqiqəyə atmayın. Ötürə baxmayın videolara, tam baxın ki, başa düşəsiniz. Sonra videolara tam baxmırsınız, gəlirsiniz üstümə ki, başa düşmədi, elə oldu, belə oldu. Nəysə, tətbiqlərimiz yükləndi. İndi GPUZ tətbiqinə daxil oluruq. GPUZ tətbiqinə daxil olduqdan sonra baxın, burada göstərdiyim yerdə GPU renderer yazıb, önündə də Mali. Sizdə burada Adreno'da yaza bilər, PowerVR-də və ya məndəki kimi Mali'də. Android sistemlərdə olur bu, iOS sistemlərdə, yəni iPhone telefonlarda olmur. Android sistemdə ancaq. Bunu da diqqətinizi çatdırım. Bir ki, uşaqlar, mənə deyirsiniz ki, sən videoda PowerVR göstərmişdin, biz də PowerVR yüklədik, bizdə açmadı, nə bilim, nə ağarmadı. GPUZ tətbiqini yükləməmiş, üstümə gəlirsiniz, elə deyirsiniz, belə deyirsiniz. Videoda nə göstərsəm o deyil, mən sizə başa salıram axı. Mən geçən səfərki videoda köhnə telefonumda PowerVR idi, PowerVR göstərmişdim. Mali telefonu olan uşaq gedib PowerVR yükləmişdi. Birinci buna gir, bax gör səndə nədir də sistem. Ondan sonra yüklə, ondan sonra bir qərar ver. Dediyimi axıra kimi qulaq asın uşaqlar. Videoda axıra kimi baxmırsınız, şey eləmirsiniz. Sonra da gəlirsiniz ki, üstümə başa düşmədi, elə oldu, belə oldu. Başa düşməyəsiniz təbii ki. Videoya diqqətlə baxmırsınız. Videoda dediklərimi eləmirsiniz, addım-addım təkrarlamırsınız. Nəysə uşaqlar, göstərdiyim kimi məndə Mali'dir, sizdə Adreno ya da PowerVR ola bilər. İndi daha sonradan Telegram kanalıma daxil oluruq. Burada GTA Azərbaycan mənim kanalım, yəni. İndi mən buradan qabaqcadan qərar araşdırmamışam bunu. Hal-hazırda böyük ehtimalla V6 həmişə yükləyirəm. V6 oynayıram. Bu dəfə fərqlilik olsun, V5 yükləyəcəm. Burada digər mod paklarım da var bu arada uşaqlar. Sabitlənən mesajlardan yəni rahatçılıqla baxa bilərsiniz. Və istəyinizə bağlıdır. V4 var burada, V3 var. Bilmirəm, V2 falan filan var. İndi mən V5 yükləyəcəm. Uşaqlar, göstərdiyim bölməyə gəlib çatdıq. PowerVR, Adreno, Mali. Sizdə indi GPUZ tətbiqində başa saldığım kimi, yəni nə göstərmişsə onu yükləyəsiniz indi. Yəni dediyim kimi, sizdə Mali yazıbsa GPUZ-da gedib mənim videoma baxıb PowerVR yükləməyin ya da sizdə Adreno'dursa indiki videoma baxıb gedib Mali yükləməyin. GPUZ-da nə göstəribsə başa saldım sizə. Yəni sizdə GPUZ-da Adreno yazıbsa gəlirsiniz bura, bu linkdən Adreno üzərinə tıklayırsınız. Sizdə telefon GPUZ-da Mali yazıbsa Mali'nin üzərinə basırsınız, Mali'ni yükləyirsiniz. Bu arada uşaqlar, yəni ikinci dəfə deyirəm bunu. Mənə çox sual verirsiniz. iOS sistemlərdə, yəni iPhone-lara GTA San Andreas getmir. iPhone-lara GTA San Andreas yükləmək mümkün deyil. Niyə? Çünki iPhone-larda bizdə olan kimi hal-hazırda GPUZ proqramı yükləmək olmur. Yəni ona görə də mümkün deyil. İndi linkə daxil oluruq. Məndə Mali idi. İndi Telegramın saytını atdı buradan. Mən Telegramın öz saytından yükləməyəcəm bunu. Buradan bağlantını kopyalayacağım böyük ehtimalla. Sizə də məsləhətimdir. Yəni Opera Mini ilə yükləyəcəm. Buradan kopyalayıram linki. Tez yüklənsin deyə. Burada proqramlar bölməsi Opera Mini. Linki gətirib buraya yapışdırırıq axtarış yerinə. Yəni sizin istəyinizə bağlıdır uşaqlar, yəni bunu da bildirim.
İstədiyiniz yerdən yükləyə bilərsiniz. Sizin şəxsi fikrinizdir. Mən buradan yükləyirəm sadəcə olaraq. Üzərinə tıklayıram. Buradan indir. Fayllar bölməsi. Yəni buradan yüklənir. Yəni uşaqlar gördüyünüz kimi yüklənib bitdi. Videonu kəsmişdim bu arada. İndi çıxıram buradan. Zartver proqramına daxil oluram. Görüm fayl Dovline yerinə düşüb yoxsa yox. İndi yüklədim Zartveri. İcazələrini verirsiniz buradan. Siz uşaqlar yeni yükləmsinizsə Zartver tətbiqini. Buradan Dovline bölməsinə daxil oluruq indi. Yəni uşaqlar Dovline bölməsi nədir? Dovline bölməsi endirmələr bölməsidir yəni. Bilmirəm Chrome'da, Opera Mini'də, Telegram'da zaten nə yükləsiz bura düşür. Gördüyünüz kimi burada da endirmələr bölməsi. Üzərinə basırıq, görüntülə deyirik. Buradan APK-sı var bunun. Aşağıya sözlər yazmışam. Balacaqda yazmışam o sözləri. Söz falan var yəni. Nəysə APK-nın üzərinə tıklayırıq. Ayarlar bölməsinə icazəsini veririk. Buradan gəlirik. Təkrardan indir. Buradan yüklə. Yine burada bildiriş gəlir. Yine de yüklə deyirik. Güya proqram viruslu kimi bir şeydir. Amma əslində elə bir şey yoxdur. Hər dəfəsində o bildiriş gəlir, bilmirəm hansı halına. İndi proqrama giririk, aç deyirik. Bunda məqsədi nədir uşaqlar? Proqrama yəni. İndi oyun açası deyil yəni. Girməyimizin məqsədi odur ki, dataya düşsün bu. Hal-hazırda sizə göstərim yəni oyuna girməyimin səbəbi nə idi? İndi buradan gəlsin cihaz hafızası Android data. Burada gördüyünüz kimi burada da oyun. Bura düşdü. Amma siz oyuna girməsəydiniz bura düşəsi də ölüydü. Siz də fayl ata biləsi də ölüydünüz. İndi daha sonradan təkrardan Dovonline'da daxil oluruq. Bunun içinə daxil olduq. Fayllar hamısı yerində. Üzərinə basıb saxlayırıq. Kopyala edirik Android data. Gətiririk. Bura atırıq. Məndə uşaqlar bu arada Android 16'dır. Yəni yeni telefondur. Değiştir deyirik buradan. Yüklənsin. Uşaqlar yəni dediyim kimi bu arada videolarıma sona kimi baxın. Başdan sona kimi ötürmədən, ara vermədən, nə bilim 3-cü dəqiqədən 7-ci dəqiqəyə atlamayın, tullanmayın. Bəlkə mən 10 saniyədə elə bir şey göstərə bilərəm ki, elə bir söz deyə bilərəm ki, o oyun üçün böyük əhəmiyyət kəsb eləyir yəni. Siz videolarıma baxan da ötürməyin. Bilmirəm. Başından, ayağından yəni hardan gəldi baxmayın videoya. Başdan sona kimi diqqətlə bax. İndi oyunun açılması gərəkdir. Mən də 2 dəfə yoxlayıram bu arada. Oyuna daxil olaq. Olmalıdır öz fikrimə görə. Gəlirik buradan. Qara ekran gəldi. Offline deyirəm. Qara ekran gəlməsinin səbəbi odur ki, uşaqlar təhlükəsizlikdir yəni bu. Buradan gəlirik. End offline. Ekran screen eləyəndə yəni elə qara ekran gəlir bu arada uşaqlar yəni. Normalda siz də görsəniz offline-a basarsınız. Gördüyünüz kimi oyun açıldı. Bir dənə yoxlayım görə oyundan atma falan olasıdı maşın gələndə. Oyundan atma olsa batdıq. Burada araba seçmək, kar seç. Əla. Yerində. Super. 06 seçdik. Ya gördüyünüz kimi uşaqlar açıldı oyun. Videom da bu qədər idi. Gördüyünüz kimi yəni Android 16 qurulumu idi. Yəni 14-dən yuxarı telefonlara qurlaşdırmaq olur 14-dən 16 arası. Ümid edirəm videoya sona kimi baxmısınız. Allah canınızı sağ eləsin nə deyim valla. Video sonuna kimi baxmısınızsa quraşdıra bilərsiniz yəni. Baxmamışsınızsa da valla çətin məsələ. Nəysə dostlar bu qədər idi. Sağ olun, salamat qalın. Allah amanında. Əlavə sualınız olsa da Telegramdan mənə yenə də əlaqə saxlayıb yaza bilərsiniz. Görüşənədək yeni videoların davamı gələcək inşallah.